Allaha sonsuz şəkildə həmsənlər olsun. Allah subhanahu wa ta'ala bizim üçün elm öyrənməklə bağlı çoxlu yollar asanlaşdırıb, elhamdülillah. Elm gəlib bizim evlərimizin içinə girib. Ona görə barakallahu fikum, buna birincisi həmd etmək lazım, buna görə Allaha. İkincisi də bunu dəyərləndirmək lazım. Oxumaq lazımdır, gözəl şəkildə. Öyrənmək lazım. Bizim artıq bu günləri tənbəllik etmək vaxtımız deyil. Yəni, adam ki bizim evimizin içinə gəlib giribsə elm, elhamdülillah, biz bunu öyrənmiriksə, bizdən naşükürlük kimi qabul olunlar, Allah qorusun. Biz istəyiriksə öyrənək, Allah bizim üçün artırsın, mütləq bunu həmd etmək lazım. Ləin şəkərtum ləzidənləkum. Allah Teala buyurur ki, siz şükür etsəniz, İbrahim surəsində 7-ci ayədə, Ləin şəkərtum ləzidənləkum. Siz şükür etsəniz, Allah sizə olan nemətlərini artırar. Subhanahu wa ta'ala. Şükür etsəniz. Ona görə, buna görə Allah'a həmd etmək lazım. Birincisi, ikincisi də çalışmaq. Çoxlu şəkildə çalışmaq lazım.